Salam hörmətli tamaşaçılar. Qeydə alınmış prezidentliyə namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtında növbəti dəyərli masaya başlayırıq. İştirakçılara seçki məcəlləsinin 88-ci maddəsinin tələblərini xatırladıram. Kütləvi informasiya vasitələrində, yayılan çıxışlarda və təşviqat materiallarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini, nifrət və düşmənçilik yaradan təşviqat formasından sui-istifadə, hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə əqli mülkiyyət haqqında qanunvericiliyin pozulmasına səbəb olan təşviqat qadağandır. Bu, Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. İndi isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə keçirilən püşkatma ilə müəyyən olunmuş söz vermə arzusuna uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd Zahid Oruca söz verilir. Buyurun. Əziz həmvətənlər, vaxtı ilə Sovetlər Birliyi dünyanı, ayrı-ayrı əraziləri sosialist ideyaların örtüyü altında ələ keçirirdi. Çox təəssüflər olsun ki, müasir dövrdə demokratiya və insan haqları kimi yüksək ideallar, ali dəyərlər də bu cür işğalçılıq siyasətinin bir pərdəsinə çevrilib. Kimdir bu demokratiya ixracı ilə məşğul olanlar və ölkə daxilində onların emisarları kimdir? Biz birazdan bu haqda danışacağıq. Vaxtımı saxlayıram. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov. Buyurun. Axşamınız xeyir olsun, əziz seçicilər. Mən sizin hamınızı salamlayıram. Təşviqat kampaniyası çox uğurla Yeni Azərbaycan Partiyasının ki davam edir. 1800-dən artıq görüşlər keçirilibdir. Bu görüşlərdə iştirak edib bizə dəstək verdiyinə görə, bizim namizədi dəstəklədiyinə görə o insanlara öz təşəkkür minnətdarlığımızı bildiririk. Əziz seçicilər, təşviqat kampaniyasının 18 günü arxada qalıb, az bir hissə qalır ki, yekunlaşsın. Bəzi namizədlər burada təşviqat kampaniyasının müddətinin az olması və seçicilərlə görüşə kifayət etməsindən danışırdı. Lakin statistikaya baxanda görürsən ki, bu müddət ərzində 18 gün ərzində Milli Şuranın namizədi və Milli Şura adlanan qurum cəmi 8 seçicilərlə görüş keçirdibdir və bu 8 görüşü də görüş adlandırmaq olmaz. Demək olar ki, bu 8 görüş Cəlil Həsənlinin yaradıcılıq gecəsinə bənzirdi. Çünki orada seçicilər hər hansı bir konsepsiya deyil, ya iqtidarın əleyhinə şəhər böhtan kampaniyası və yaxud da ki, Cəlil Həsənlinin şeir oxuma mərasiminə bənzirdi, mərasimi keçirilir. Və mən belə düşündüm ki, yəqin bunlar səhv ediblər, yazıçılar birliyinə üzvülük haqqında müraciət əvəzinə Mərkəzi Seçki Komissiyasına namizədliklə əlaqədar müraciət ediblər. Çünki deyirlər ki, Cəlil Həsənli alimdir, deyirlər. Və mən bütün seçki kampaniyasında və bu debatlarda bir dəfə görmədim ki, Cəlil Həsənli həmişə bilmədiyi sahələrdən danışıb, biləcəyi sahə olan elm sahəsi haqqında bir dərdə konsepsiya irəli sürməyib. Və yaxud da Cəlil Həsənli Milli Şuranın Qarabağ Komissiyasının sədridir. Bu günə qədər Qarabağın azad olunması yolları haqqında bir kəlmə fikir ifadə eləməyib. Bəyəm şeir deməklə Qarabağı almaq olsaydı, onda Azərbaycanın bütün yazıçıları, şairləri sərhəddə düzülər. Hələlik saxlayın. Qeydə alınmış prezidentliyə namizəd İqbal Ağazadə. Buyurun. Axşamınız xeyir, möhtərəm televiziya tamaşaçıları, dəyərli seçicilər, hamınızı bir daha xoş gördük. Bu bizim seçki təbliğatı dönəmimizdə sondan ikinci çıxışımızdır və artıq gələn son çıxış olacaq. Buna görə də mən üzümü Azərbaycanın ən sosial cəhətdən müdafiəsiz, yurdunu, yuvasını itirmiş, torpağına həsrət qalmış təbəqəsinə, zümrəsinə tuturam. Bu Qarabağ qaçqınlarıdır, yurdunu, yuvasını qoyub gəlmiş Azərbaycan vətəndaşlarıdır. Mən bu dərdi sizin qədər yaşamışam. Əslən, mən də Qarabağlıyam və bütün problemlərin hamısını sizinlə birlikdə yaşamışam. Qaçqınçılığın da nə olduğunu bilirəm, şəhidliyin də nə olduğunu bilirəm, yurd-yuva həsrətinin nə olduğunu da bilirəm. Təəssüflər olsun ki, keçən 20 il ərzində Azərbaycanın bu problemi həll olunmayıb. Bu problemin həll olunması üçün gərəkilən vasitələrin heç biri bugün geniş şəkildə müzakirə olunmur. Azərbaycanın səlahiyyətli dövlət qurumları bunu müzakirə etmir. Azərbaycan qaçqınlarının nə zaman yurduna qayıdacağı haqqında Azərbaycan vətəndaşlarına, məcburi köçkünlərə bir informasiya verilmir. İldən ilə, növbəti illərə ötürülərək Azərbaycanda hər bir qaçqın həsrətlə dünyasını dəyişir. Bugün artıq nə Ağdamda, nə Şuşada, nə Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçında, nə Füzulidə, nə Xankəndində, Xocavənddə bizim insanlar doğulmur. Bugün Baharlıda doğulur, bugün Bənövşəlidə doğulur,
bugün Dörd Yolda doğulur, Biləsuvar Çadır şəhərciyində, Qayıdışda, Zobucuqda doğulur. Və bu doğulan vətəndaşlarımızın hamısı artıq 20 ildir ki, torpaqlarını, ata-babalarının onlara əmanət qoyduğu torpaqların heç birini görmür və yaşlı nəslinin hamısı dünyadan köçür. Nə etməliyik? Bu şəkildə nə qədər davam etməlidir? Neçə nəsil bundan sonra gözləməlidir ki, bizim o torpaqlar geri qayıtsın? Neçə nəsil gözləməlidir ki, öz kəndinin adını bir gün şəxsiyyət vəsiqəsinə yazdıra bilsin? Neçə nəsil gözləməlidir ki, bugün kitablardan oxuduğu Azərbaycanın o dilbər güşələrinin adlarını gördüyü, eşitdiyi adların hamısını bir gün ayaqları, qədəmləri dəysin və bir gün orada qurub yarada bilsinlər. Heç kim beynəlxalq aləmin, dünyada baş verən proseslərin, geopolitikanın və xarici dövlətlərin buradakı yaratdıkları çətinliklərdən, işğal amilindən danışmasın. Bunu hamımız bilirik. Amma hər bir dövlətin vəzifəsi ondan ibarətdir. Hər bir hakimiyyətin vəzifəsi ondan ibarətdir ki, məhz mənsub olduğu dövlətin, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunsun. Bunun üçün ərazi bütövlüyünü təmin etmək üçün illər, 10 illər, bəlkə bundan sonra davam etsə 30 il, 40 ildə gərək deyil. Bunun üçün yetərlidir ki, yeni bir nəfəs, yeni bir yanaşma proseslərə fərqli müstəvidən toxuna bilən və o müstəvidə prosesləri, problemləri həll edə bilən yeni bir komanda, yeni bir hakimiyyət formalaşdırılsın. Üzümü qaçqınlara tuturam, məcburi köçkünlərə tuturam. Əziz həmvətənlərim, əgər bundan sonra 20 ildə vətən həsrəti, yurt həsrəti, qəbirlərinizin, doğmaların ziyarətini doğrudan da görmək istəyirsinizsə, bu seçkilərdə hamınızı 50-lə səs verməyə çağırıram. Mən üzümü bütün işğal olunmuş torpaqlardan qovulan yurttaşlarımıza tuturam. Mən Bərdəlilərə, Ağcabədlilərə, Tərtərlilərə, Goranboylulara, Beyləqanlılara müraciət edirəm. Siz bütün bunların hamısını görmüsünüz. Siz o müharibənin ağrı acısını çiyinlərinizdə, ürəyinizdə yaşatmışsınız. Mən bütün Azərbaycan xalqına müraciət edirəm. Hər bir Azərbaycan xalqının içərisində bugün bir Qarabağ həsrəti var, bugün bir Qarabağ niskili var. Hər bir ailə ən azı şəhid verib və ya müharibədə iştirak edən müharibə veteranı əlil olan ailə üzvü, itkin düşən ailə üzvü var. Hər birimizə toxunub. Hər birimiz Azərbaycanın bayrağının Xan kəndində, Şuşada dalğalanması üçün mütləq və mütləq problemlərimizi 20 il həll edə bilməyən bu hakimiyyətə bu seçkidə yox deməyi bacarmalıyıq. Yox deməyi bacarmalıyıq ki, bayrağımızı Şuşada dalğalandıraq. Yox deməyi bacarmalıyıq ki, biz Xan kəndində Azərbaycanın dövlət atributlarını ucalda bilək. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycanın problemlərini daxildən və xaricdən kifayət qədər bilən yeni bir hakimiyyətə səs verməliyik. Mən bütün Azərbaycanlıların hamısını Gəncədən tutmuş Şəkiyə, Qubadan tutmuş Lənkərana, Mil, Muğan, Aran bölgəsinin hamısını bu birliyə, Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək, hakimiyyət qura biləcək bir ümid hakimiyyətinə səs verməyə çağırıram. İnanıram ki, hər bir Azərbaycanlı içində Azərbaycanın bütövlüyünü yaşadan hər bir soydaşımız bu çağırışa səs verəcək. Bu dərdi köçkünlər daha ağır yaşayıb. Bir daha üzümü məcburi köçkünlərə, qaçqınlara, Qərb Azərbaycanlılara, Naxçıvanlılara tutub deyirəm. Hər birimiz bu dərddən, bu acıdan kifayət qədər pay almışıq. Bu acılara, bu dərdlərə son vermək, bunları dayandırmaq istəyiriksə, mən burada konsepsiya sahib da necə həll edəcəyimi demirəm. Bu, mənim səhifəmdə də var, bizim blogda da var. Bundan hər bir Azərbaycan vətəndaşı tanış ola bilər, kütləvi informasiya vasitələrində çap olunub. Mən sadəcə çağırış edirəm. Çağırış edirəm ki, Azərbaycanımızın dövlət atributlarını Azərbaycanın hər bir qarşında dalğalandırmaq üçün bu seçkidə mənə səs verin. Səs verin ki, bu hakimiyyətin edə bilmədiyi, həll edə bilmədiyi problemləri çox qısa zamanda həll edək, Azərbaycanımızı Cənubi Qafqazın gerçək lider dövlətinə çevirək, Azərbaycanın dünyadakı yerini möhkəmləndirək. Hamınızı 9 oktyabrda mənə səs verməyə, Ümid Partiyasının namizədinə səs verməyə çağırıram. Təşəkkür edirəm. Qeydə alınmış prezidentliyə namizəd İqbal Ağazadiyə ayrılan təşviqat vaxtı bitdi. Sırada isə qeydə alınmış prezidentliyə namizəd İlyas İsmayılovun vəkili Mais Gülaliyevdir. Buyurun. Əziz seçicilər, bugünkü çıxışımızı biz iqtisadi vəziyyətimizə həsr edəcəyik. Amma biz sizə nə maaşların, nə də təqaüdlərin artırılmasından danışmayacaq. Ona görə yox ki, onlar vacib deyil. Xeyr, onlar çox vacibdir. Lakin bütün sosial problemlər, o cümlədən işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması, maaş və təqaüdlərin artırılması və s. problemlər köklü iqtisadi problemlərin həllindən asılıdır.
biz nə meyvə tərəvəzin sahələrdən bazarlara daşınmasındakı çətinliklərdən, nə də kənd təsərrüfatındakı və emal sahələrindəki monopolist durumdan bəhs etməyəcəyik. İqtisadiyyatdakı mövcud durumu düzgün qiymətləndirmədən və problemlərin kökünü düzgün araşdırmadan sizə uydurulmuş vədlər də verməyəcəyik. Çünki həm sizə, həm də özümüzə hörmət edirik. Biz Azərbaycan iqtisadiyyatını ciddi şəkildə məhv edən və sadaladığımız problemlərin yaranmasına səbəb olan, iqtisadi təhlükəsizliyimizi şübhəyə alan gerçəklikdən bəhs edəcəyik. Bugün Azərbaycanda sosial və iqtisadi problemlərin olduğunu deyənlər, kənd təsərrüfatının və sənayenin iflic vəziyyətindən bəhs edənlər, rüşvətxorluğun və korrupsiyanın baş alıb getdiyini israr edənlər, əhalinin həyat səviyyəsinin aşağı olduğunu, təhsil və səhiyyə xidmətlərinin yaratmaz olduğunu bildirənlər etiraf etməlidirlər ki, Azərbaycan iqtisadiyyatı Holland xəstəliyinə tutula bilər. Bunu etiraf etmədən maaşların və təqaüdlərin artırılmasını dilə gətirmək sadəcə riyakarlıqdır və seçiciləri aldatmaq deməkdir. Amma əziz seçicilər, düşünürsünüz ki, görürsünüz ki, heç bir namizəd Azərbaycan iqtisadiyyatının Holland xəstəliyinə tutulması ehtimalını açıqca dilə gətirmir. Çünki bunu etiraf etmək Azərbaycan iqtisadiyyatının Qərb ölkələri tərəfindən müstəmləkəyə alınmasını etiraf etmək deməkdir. Bunu etiraf etmək o deməkdir ki, biz əslində iqtisadi əsarətə düşmüşük və iqtisadi təhlükəsizliyimiz təmin edilməyib və Qərb dövlətləri tərəfindən həyata keçirilən bu əsarətin məqsədi məmləkətimizin sərvətlərini talamaq, ərazimizi müstəmləkə halına salıb istismar etməkdir. Hamınıza bəllidir ki, müstəmləkə siyasəti nəticəsində keçmiş Sovet İttifaqından qalmış müəssisələr, fabriklər, kolxozlar, savxozlar sürətli şəkildə özəlləşdirmə adı ilə məhv edilib, texnika və avadanlıqlar metallom kimi xarici ölkələrə satılıb. Bunu etiraf etmək o deməkdir ki, ölkə iqtisadiyyatını ilk növbədə neft gəlirlərindən xilas etmək lazımdır. Neftsiz büdcə siyasəti həyata keçirilməli və neftdən gələn gəlirlər yalnız alternativ enerji sahələrinin əldə edilməsinə sərf edilməlidir. Neft fondundan büdcəyə transferlər dayandırılmalıdır. Əziz seçicilər, biz demirik ki, neft pullarını sizə paylayacaq. Biz deyirik ki, 10 ildən sonra Azərbaycan nefti tükənməyə başlayır və Azərbaycanın enerji təminatı ciddi təhlükədə qala bilər. Odur ki, Azərbaycanın gələcəkdə enerji əsarətindən xilas etmək üçün neft pullarının qeyri-effektiv xərclənməsi dayandırılmalıdır. Azərbaycan iqtisadiyyatının Holland xəstəliyinə düçar ola biləcəyini etiraf etmək o deməkdir ki, Azərbaycan manatı arxasında real iqtisadiyyat yox, neft gəlirləri dayanır. Odur ki, 10 ildən sonra neft gəlirləri kəskin azalanda Azərbaycan manatının kəskin şəkildə qiymətdən düşməsi gözlənilir. Ona görə də Azərbaycan manatının dollardan asılılığını aradan qaldırmadan sosial və iqtisadi problemləri həll etmək qeyri-mümkündür. Bunu etmək isə yalnız və yalnız ölkənin bank sisteminin beynəlxalq valyuta fondundan azad etmək lazımdır. Əziz seçicilər, biz demirik ki, sizin banklara borcunuzu ləğv edəcəyik. Biz deyirik ki, Azərbaycan banklarını Qərb banklarının əsarətindən qurtaracaq ki, onlar sizi istismar etməsin. Manatı dollar əsarətindən xilas etmək lazımdır. Holland xəstəliyi ehtimalı olan ölkələrdə korrupsiya baş alıb gedir. Yəni, hamımızın bəla hesab etdiyi korrupsiya əslində Qərb tərəfindən təşviq olunur. Ona görə ki, rüşvətxor, talancı, millətin qınaq obyektinə çevrilmiş məmurlara təzyiq etmək, öz maraqları üçün istifadə etmək asandır. Talanan pullar isə Qərb banklarında yerləşdirilir. Hanı İran şahının, Səddam Hüseynin, Qəddafinin və digər cinayətkar rəhbərlərin milyardları? Bu pullar heç vaxt talanmış xalqlara qaytarılmır. Əgər talanmış milyardlar varsa, o Qərbin diktəsi olub və onların iqtisadi maraqlarına xidmət edib. Holland xəstəliyinin əsas göstəricilərindən biri də kənd təsərrüfatının və sənayenin iflasıdır. Bu sahələrin zəifləməsi minlərlə insanın işsiz və maaşsız qalması deməkdir. İşsizlik isə yoxsulluğun əsas səbəbidir. Bu sahələrin məhvi insanların öz ölkəsini tərk edərək başqa ölkələrə üst tutması deməkdir. Miqrasiya edən əhali isə cəmiyyətin cavan və aktiv hissəsi olduğundan ölkənin insan resurslarının azalmasına səbəb olur. Biz digər namizədlərdən fərqli olaraq kənd təsərrüfatına sadəcə subsidiya vəd etmirik. Həm də Azərbaycanın kənd təsərrüfatını və sənayesini Qərbin təcavüzündən xilas etməliyik. Əziz seçicilər, sadaladığımız və hər gün öz həyatınızda hiss etdiyiniz problemlərin aradan qaldırılması üçün ilk növbədə yalanla həqiqət arasında seçim etməyiniz lazımdır. Yalancı vədlərə inanmayın. İlyas İsmailova, ağla, müdrikliyə, cəsarətə, ləyaqətə səs verin. Haqq, ədalətə səs verin. İlyas İsmailova səs verin ki, inşallah həyatınız uğurlu olsun. Təşəkkür edirəm. Saxlayıram vaxtını.
Qeydə alınmış prezidentliyə namizəd Hafiz Hacıyev. Buyurun. Axşamınız xeyir, hörmətli xalqım, hörmətli seçicilər. Artıq sizinlə 8 dəfədir ki, görüşə gəlirik. Bu görüşlərdə mən sizə lazım olan, sizi maraqlandıran, Azərbaycan xalqına xəyanət edən, Azərbaycan xalqını vaxtilə satan, hərraca çıxaranlar haqqında kifayət qədər məlumat vermişəm. Və mənim də sizlərlə görüşümdə siz mənim bu fikrimə çox böyük hörmətlə yanaşırsınız və bildiribsiniz ki, çox haqlıdır və bizi maarifləndiribsiniz. Mən yenə həmin məsələ, bugün konsepsiyadan danışmağa ehtiyac yoxdur. Ölkədə sabitlik olmadığı yerdə nə konsepsiyadan danışmaq olur? Azərbaycan konsepsiyası var, 2018-ci ilə qədər o təsdiq olunubdur. Çox gözəl də konsepsiyadır. Mən düşünürəm ki, Azərbaycanın bugünkü dinamik inkişafını əks etdirən bütün müddəalar orada var. İndi əlbəttə ki, burada ya yapın namizədi qalib gəlsə, ya mən qalib gəlsəm, əllə verib bunları həyata keçirəcək. Amma mən sizin fikrinizi bir neçə məsələlərə çatdırmaq istəyirəm. Mən istəyirəm ki, televiziyadan xahiş edirəm, bizim Həsənli ilə teledebat formasında bu məsələnin aparılmasını bir xalqımıza çatdırasınız. Mən Həsənli deyir ki, Şəkidə indi orada 30 nəfər aparmışlar avtobusla. Elə mən dediyim Şəki cəmaatına minnətdaram, orada sağ olsunlar. O küçükləri orada yaxşı ki buraxmadınız. Orada bəzi adamları tişləyə də bilərdi, elə düz eləmişdiniz. Orada deyirsə şərəfimə and olsun. Olmayan şərəfə and içməyin özlə mənasızdır. Mən sizə deyirəm, bizim hakimiyyətimiz devridir. Yadına gəlirsə, bizim qonşu dövlətlərdən bizə bir 100 dənə şey vermişdilər, Mercedes avtobusları. Onu Qəmbərov ilə Kərimov satdı. Fransada Qriqoryanla şərik bir dənə hotel alıblar. Qriqoryanla şərik. Yadınıza gəlirsə, rəhmətli Əbülfəz Elçibəy, bu barədə sizə dövlət müşaviri ediniz. Oradakı olan hadisələri durun xalqa deyin də, ən gözəl şərəfli iş budur ki, xalqa açığını desiniz. Bu bir. Şimdi siz deyirsiniz ki, Azərbaycanda idarəçilik yoxdur, o birisi yoxdur. Təbii, mən bu hakimiyyətin nə vəkiliyəm, nə bir şey. Düzdür, təbii, bugün bizim hörmətli bəzi deputatlar da sizin fikirlərinizə təkan verir. Onlar da sabah parlamentdən çıxandan sonra o da sizin yerinizdə otura bilər və ya da ki, Hüseyin Abdullayev kimi, Kuska kimi o da bir dənə bu hakimiyyətə qarşı, o cümlədən dövlət başçısına qarşı bir marş yaza bilər. Amma mən sizdən soruşuram, bax, üzbə-üz. Bu oğlan oğurluqların içindəydiniz siz. Nə tədbir gördünüz? Bayaq da sizə bir sual verim. Ay xalqım, eşidin, ay mənim seçicilərim. Bir dənə görəşəni gətdilər Samuğa, bu Cəmil müəllim onu Arif Hacıyevlə bir-birini qırdılar, o ölüləri, meyitləri hamısının dişindən qızılca çıxardı. Gətdilər Samuğa icra hakimiyyətini qoydunuz. Onda Arif Hacıyevlə niyə bir-birinizi qırdınız? İdarəçilik buydu mu Cəmil müəllim? Bax, ilk dəfə mən sizə müəllim deyirəm. Ona görə deyirəm ki, bu sözü. Vicdan namına, şərəfin qançısan. Düzdürsə bunları deyirəm. Ona görə də əziz xalqım, bunların bir sənətləri sarıflar ortaya. O cümlədən indi bizim İlyas müəllimin bir nümayəndəsi burada elə danışdı ki, elə bir bütün Azərbaycanı və hər şey. Arkadaşlar, İlyas müəllim bu xalqı sevirsə gəlsin, Muayis müəllim gəlsin, sizin yerinizdə otursun. Bu xalqa hörmət edirsə, bu xalqla bir təmasa girsinlər. Biz siz necədir? Mənə nə deməyinizdən asılı olmayaraq, bu hakimiyyətdə bir təmsil olan deputatı mənim haqqımda nə deməsindən asılı olmayaraq, mən bu Azərbaycanda şər qüvvələrə imkan verməyəcəm hakimiyyətə gəlməyə. O cümlədən o şər qüvvələrin dərmanına su səpənlərə. Ona görə də narahat olmayın. Hakimiyyətdə biz olacaq. Biz də bu xalqı, bugünkü inkişafını daha da inkişaf elətdirəcəyik. Ona görə də o gözü götürməyənlərin hamısı bundan sonra da bax belə rayonlara gedəcəklər. Bugün bax, Həsənli Gəncədən qovdular. Niyə qovdular? Fikrimi saxlayıram. Cavab. Qeydə alınmış prezidentliyə namizəd Fərəc Quliyev. Buyurun. Axşamınız xeyir olsun, hörmətli seçicilərimiz. Axşamınız xeyir olsun, hörmətli rəqiblərimiz. Mən əvvəla dünya Sumqayıtda keçirdiyim görüşdə iştirak edən bütün Sumqayıtlara təşəkkürümü bildirirəm. Bu debatlar sonra yaxınlaşdıqca Azərbaycanın xarici siyasət kursu ilə bağlı ortaya müxtəlif mövqelər qoyulur. Məsələn, mən daha çox düşünürəm ki, bəzi namizədlər ya üstdörtlü ya da açıq şəkildə Rusiya və İran meyilli bir xarici siyasət haqqında danışırlar. Bu bizi niyə narahat edir? Buradan bütün milyonlarla insan bizi izləyir, həm də bu müəyyən kəsimlərin fikrini ifadə edirsə, dünya görüşünü və bir partiyanın mövqeyini ortaya qoyursa, bu düşünməyə çox vadar eləyir. Çünki məsələ burasındadır ki, bir dövrdə Azərbaycan siyasi palitrasında baş verənlər indi götürülən kurs və o kursu dəstəkləyənlərin nə məqsədlə o dönəmdə etdikləri hərəkətlərin artıq izahını verməyə başlayır. Mən düşünürəm ki, bir vaxtları Əlfəz Elçibəyin vahid namizədliyini qəbul eləməyənlər Rüstəm İbrahimbəyovun, Cəmil müəllimin vahid namizəd kimi qəbul eləyəndə bunun artıq anatomiyası ortaya çıxır. Mən nə işarə eləmək istəyirəm? Məsələn, şuraçılar bizə bir absurd irad tuturlar biz Milli Məclisdə olan dostlarımıza ki, siz Milli Məclisdə təmsil olunursunuz. Amma bizdən əvvəl Milli Məclisdə 2 dəfə Cəmil müəllim təmsil olunubdur. Həm də mən bəhbəsdə olduğum bir dövrdə. Amma bu ona irad tutulmur. Deməli, məsələ başqa şeylərdir, bunda deyil.
Və yaxud da hələ Elçibəy hakimiyyətdə olan vaxtda onun hakimiyyətin bölünməsində Müsavat adlı bir qrupun yaranmasında indi bunun anatomiyası aydın olur mənim üçün. Mən belə düşünürəm ki, söhbət nədən gedilmiş burada? Məsələn, dünya təcrübəsində göstərilir ki, hər hansı bir hakimiyyətə gələndə hətta rəqiblər belə koalisiya qururlar ki, güclü olsunlar, hakimiyyətdə təmsil olunsunlar. Amma bu dönəmdə İlçibəy hakimiyyəti bölündü. Məsələ nə idi? Bu günləri birlik axtaran qruplar nədən hakimiyyətdə olan hakimiyyəti bölürdülər? Əgər bu siyasi hakimiyyətdə mübarizənin sonu hakimiyyətə gəlməsi, hakimiyyətdə var idi axı insanlarımız. Və yaxud da müxtəlif siyasi ranklarda olan adamlar Milli Şurada təmsil olunurlar və burada hər çevrədən demək olar ki, insanlar təmsil olunurlar və bu birlik axtarışında olan AXCP-nin yurt qrupu nəyə görə o dönəmdə bir olan xalq cəbhəsinin böldü? Əgər bu birlik vacib idisə, çünki o format daha güclü bir format ilə bölündü. Deməli, Müsavat və AXCP-nin bu Elçibəyin istiqlal və bütövlük ehtiva edilən kursuna qarşı münasibəti olduğuna görə Elçibəy ilə bir yerdə yola getmədilər. Eyni bir təşkilatdaydın, heç bir şey problem yox idi. Təşkilatın yuxarısında təmsil olunurdunuz, birlik də var idi. Deməli, söhbət ondan gedir. Mən bunu niyə xüsusilə bunu deyirəm? Elçibəyə görə xeyrinə geri çəkilməyənlər, Elçibəyin təşkilatını bölənlər, Elçibəyin hakimiyyəti bölənlər bu gün bir Milli Şurada bir fərqli bir siyasəti həyata keçirmək istəyirlərsə, bu narahatçılıq doğurmaya bilməz. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, Milli Şuranın xarici siyasət kursunun, keçən burada bizim oponentlər də qeyd elədilər, referendumla Azərbaycanın xarici siyasət kursunu erməniləşdirmək istəyirlərsə, bu demək ki, Azərbaycanın xarici siyasət kursunda köklü dəyişiklik axtarışı vardır. Və yaxud da Rüstəm İbrahimov Qarabağ məsələsindən bağlı hamıya məlum olan düşüncələr ortaya qoysa, deməli məsələ tamam fərqlidir. Və yaxud da Milli Şuranın iqtisadi bazası olan Milyarderlər Klubunun üzvü Abdülatipov Azərbaycanda bölücülük məsələlərinə çağırışlar eləyirsə, məsələ aydındır. Və yaxud da Milli Şurada təmsil olan təşkilatların birisinin sədr müavini bizim cənub bölgəsində Lənkəran dövləti haqqında çağırışlar eləyirsə, deməli məsələ çox ciddi yerdədir. Mən bunlara nə üçün toxundum? Mən hesab edirəm ki, Azərbaycan insanları çox sayıq olmalıdırlar. Kimliyindən asılı olmayaraq bir fərdin yox, hansı zehniyyətin iş başına gəlməsi və Azərbaycanın milli dəyərlərinə, Azərbaycanın siyasi kursuna, Azərbaycanın müstəqilliyinə, Azərbaycanın o iki vazgeçilməz istiqlal və bütövlüyünə zərər gətirən bir siyasəti iş başına gətirəcəklərsə, hər kəs onun qarşısında durmalıdır. Vətəndaşlar siyasətdə olub olunmasının asılı olmayaraq. Mən fikrimi davam etdirəcəm. Qeyd alınmış prezidentliyə namizəd Sərdar Məmmədov, buyurun. Axşamınız xeyir, hörmətli seçicilər. Mən bugün sosial siyasət haqqında fikirlərimi davam etdirmək istəyirəm, amma çıxışımın əsas hissəsinə keçməmişdən qabaq bir neçə mətləb haqqında sizə danışmaq istəyirəm. Çünki bizim burada çıxışlarımızdan çoxlu seçicilər bizə şəxsən müraciət edirlər, qrup şəklində, ayrı-ayrılıqda və mən bu problemlərin ən ümumi olanlarının bir neçəsini burada səsləndirmək istəyirəm. Bunlardan biri Azərbaycanda ümumiyyətlə məhkəmə qərarlarının icra olunmamasıdır. Bu təkcə yerli məhkəmələrin yox, həm də Avropa məhkəməsinin qərarları ardıcıl olaraq Azərbaycanda icra olunmur. Bugün fəlsəfə elmlər doktoru Zahid Kərimov mənə müraciət edib. Məhkəmə qərarı ilə həyat yoldaşının mənzilinin onun adına keçirilməsi haqqında məhkəmənin qərarı var, amma Hövsan qəsəbəsində, amma Suraxanlı rayon icra hakimiyyəti bugünə qədər məhkəmənin qərarını icra etməkdən boyun qaçırır və bu vətəndaşın hüquqlarını pozur, amma unudur ki, öz hərəkəti ilə eyni zamanda Azərbaycan dövlətinə qarşı çıxış edir. Çünki məhkəmə qərarları dövlətin adından qəbul edilir və kim ki məhkəmənin qərarlarını icra eləmir, o bir növü Azərbaycan dövlətinə qarşı çıxış edir. İkinci məsələ 92-ci ildən Azərbaycan başlarına qoyulan əmanətlərlə bağlıdır ki, bilirsiniz ki, minlərlə vətəndaşımız o vaxtı müstəqil Azərbaycan dövründə öz vəsaitlərini banklara qoyublar. Bu günə qədər onlar öz əmanətlərini geri ala bilmirlər. Üçüncü məsələ özəl sektorda tikilən binaların keyfiyyətsizliyi ilə bağlıdır ki, Abşeron rayon Məhəmmədiyyə kəndində bir yaşayış masivində 1200 ailə yaşayır. Bu evləri təhvil alarkən vətəndaşlara verilən sənədlərdən görünür ki, bu evlər hamısı qazlaşdırılıb, evlərin suvaq əvəzinə mərmərdəndir. Amma 7 ildən artıqdır ki, bu evlərin heç birində nə qaz var, aldadılıb vətəndaşlar, bu korrupsiyanın başqa bir formasıdır. Binaların demək ki, üzlükləri çökür. Eyni zamanda 1200 ailə yaşayan yerdə nə bir uşaq bağçası, nə bir məktəb, nə də bir avtobus dayanacağı var ki, vətəndaşlar bir qədər rahat həyat şəraiti keçsinlər. Mən burada fikrimi saxlayıram, davam etdirəcəm. Qeyd alınmış prezidentliyə namizəd Araz Əlizadə, buyurun. Əziz bacılar və qardaşlar, mən dəfələrlə qeyd eləmişəm ki, mənim seçki şüarım vətənin dayağıdır, ana, müəllim, hərbiçi.
Ana ona görə ki, uşaqları dünyaya gətirir və tərbiyə etməlidir. Müəllim onlara təhsil verməlidir, tərbiyə etməlidir. Hərbiçilər isə düşmənlərimizi məhv edib, torpaqlarımızı azad etməlidirlər. Orada 18-20 yaşında uşaqlar deyil, 25 yaşından sonra kişilər müqavilə əsasında xidmət etməlidirlər. Əgər analar və müəllimlər, vətəndaş və vətənpərvər hazırlasalar, onları tərbiyə etsələr, Milli Şuranın tərəfdarları ki var, YouTube'da, Facebook'da söyüşlər yazırlar, ana-bacı söyüşləri və s. Bu cür tərbiyəsiz olmazlar və gələcəyimiz parlaq olar. O söyüş söyənlərin hamısı öz analarına, bacılarına, atalarına, analarına layiq sözləri yazırlar. Bir dənə vəkil var. Düzdür, 2 dəfə artıq vəkillər kollegiyasından qovulub. Aslan İsmailov. Bu Aslan İsmailov məni əşkar kimi edirdi. Mənim xozeynim var. Xozeynim də Ayaz Mütəlibovdur. Mütəlibov siyasətdən gedib, hərdən ayda ildə bir dəfə zəngləşərik ya zəngləşmərik. Amma özü ömür boyu onun bunun tulası olub. Ona görə də bilir ki, xazeyin olmalıdır. Bu adam, mən çaşıb demişəm, Krasnodarda işləyirdi. Fəxrlə yazır ki, mən Qarbaçovun vətəni olan Stavropolda işləmişəm. Oğlum, Qarbaçov Azərbaycan xalqının düşmənidir. Bunun nəyinə fəxr eləyirsən? Onun adını çəkməyin mənası nədir? İkinci, prokurorluqdan da qovulub, İlyas İsmailov gətirib ona iş vermişdi və deyir ki, bunu Karaçay və Çerkezdə Ali Məhkəmənin sədri qoymaq istəyirdi. Vətənin ağır anlarında 5 otaqlı evinə atıb orada gəlib Azərbaycana. Gəlib Azərbaycana neynədir? Sumqayıtdakı o uşaqları ölmə məhkum elədi. Ya da ki, Moskva müstəntiqlərinin yanına tula kimi düşüb ora-bura qaçdı. Nə edib bu xalq üçün? Heç nə eləməyib. Heç nə də eləməyəcək. Və bir şey də demək istəyirəm. Bunlar çox qəribə insanlardılar. Qəribə məxluqlardır. Gözü yalan. Sözü yalan. Deputatlığı yalan. Özü deyir ki, deputat mandatlarını ya satırlar, ya da ki peşkəş eləyirlər. Mən sual vermək istəyirəm. Əzizim, ay Qaragöz, de görüm, sənə kim satıb və neçəyə almışsan deputat mandatını, ya da kim sənə o deputat mandatını verib. Ayrılarını günahkar sayma, özü günahkar say. Nə oldu? Əllərini bala çoxub, ağzıma qoyanda, sən də onu soğuranda yaxşı idi. Sonra da bu dəfə istəmədilər sənə deputat qayırsınlar. Ondan sonra oldu pis. Olmaz axı, adamda bir abır olar, həyə olar və s. Şəkli də mən keçən dəfə sizə göstərdim. Gənclərin yanında şəkildə o qədər uzadıblar bunu ki, elə bir Arvida Sabonis'dir. O da yalan. Hələlik bu qədər. Qeyd almış prezidentliyə namizəd Qüdrət Həsənquliyev, buyurun. Axşamınız xeyir əziz həmvətənlər. Artıq seçki kampaniyası başa çatır və bu müddət ərzində siz gördünüz ki, bu seçki kampaniyasına qisas məqsədi ilə qatılan insanlar var. Onlar bu debatlarda, sizinlə görüşlərdə öz seçki platformasından bir kəlmə də danışmadılar. Ölkədə korrupsiyanın tüğyan etməsindən, bank kreditlərinin faizinin yüksək olmasından, pambığın qiymətinin aşağı olmasından danışdılar. Və mən də bu debatlarda çalışdım hər birinizi inandırım və hər birinizin diqqətinə çatdırım ki, bütün bu faktlar Cəmil Həsənli 2010-cu ilə də deputat olan qədər dövrdə də var idi. Və amma bu mane olmurdu ki, Cəmil Həsənli bu iqtidarın uğurlarından yazsın, Ulu Ölünlər adlandırdığı Heydər Əliyevin qəbrinin önündə baş əysin və buna kitablar həsr eləsin. Deməli, məsələnin kökündə başqa məqsəd durur və bizim borcumuzdur ki, biz insanları bu barədə xəbərdar edək. Mən əvvəllər də demişdim ki, Cəmil Həsənli inqilabi çağırışlar eləyir. Bax, bunun bir sübutu keçən dəfə burada Cəmil müəllim söylədi ki, o gələcək bank kreditlərinə amnistiya verəcək. Əvvəla bu amnistiya prezidentin səlahiyyətlərinə aid olmayan məsələdir. Yəni, konstitusiyaya görə yalnız Milli Məclis amnistiya haqqında qərar qəbul edə bilər. İkincisi, amnistiya məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərə, yəni insanlara münasibətdə verilir. Cəmil müəllimin dediyindən bu çıxdı ki, o SOVKP tarixini yaxşı bilir, Bakı Dövlət Universitetində tarix müəllimi olub, amma o dövrdə bunu həll etməyin bircə yolu var ki, gəlib o bankları o sahibkarların əlindən alına. Bu da artıq Rus bolşevizminin vaxtilə Rus xalqına nə verdi, biz bunu gördük. Vətəndaş müharibəsi, milyonlarla insanın ölümü.
biz gözümüzün qarşısında məsələn Misirdə baş verən gəlin hadisələrə diqqət yetirək. Mübarəkə dedilər ki, uzun illər sən hakimiyyətdəsən, hakimiyyətdən getməlisən. Radikal çağırışlarla milləti küçəyə çıxartdılar. Mübarək hakimiyyətdən getdi. 450 insan öldü. Bundan sonra Mursi gəldi hakimiyyətə və başladı yalnız müxalifətin fikirlərini nəzərə almadı, öz dediklərini elədi, öz adamlarını hakimiyyətdə irəli çəkdi. Bir ildən sonra yenidən Misirdə insanlar küçəyə töküldü və hərbçilər bundan istifadə elədi. Hakimiyyəti ələ keçirdi və indi artıq orada qonşu-qonşunu hakimiyyət uğrunda öldürüb, qohum-qohumu öldürüb. Yenidən o xalqın ayaq üstündə durması üçün və mübarəkin dövründəki səviyyə gəlib çatması üçün 20 il vaxt lazımdır. Ona görə, əziz həmvətənlər, mən sizə söyləyirəm ki, bu korrupsiya bütün dövrlərdə olub. Yəqin ki, hər biriniz qəbul edirsiniz ki, Elçi bəyin dövründə Elçi bəydən hətta onun əleyhidarı olan insanlar da etiraf edirlər ki, təmiz insan tapmaq çox çətin idi. Amma Elçi bəyin dövründə korrupsiya yox idi. Məsələn, mən xatırlayıram, Dövlət Gömrük Komitəsinin sədri İbrahim Vəliyevə sual vermişlər ki, niyə gömrük orqanlarında rüşvət tüğyan edilir? O belə bir cavab vermiş ki, tankın qabağında dayananlar rüşvətin qabağında dayanamadılar. Sonra bəzi düzdür, o yaltaqlar bunu Elçi bəyin ifadəsi kimi təqdim eləməyə çalışdılar, amma bu İbrahim Vəliyevin sözüydü. Yaxud mən özüm prokurorluğun müstəntiqi idim. Məsələn, bir cinayət işinin istintaqında bəlli oldu ki, 1000 ton misə Pana Hüseynin baş nazir olduğu hökumət lisenziya verir. Və o istintaqın araşdırması zamanı mən getdim, çıxdım Qala qəsəbəsinə və bəlli oldu ki, neft sənayesində istifadə olunan generatorlar orada qazla əridilib və metallom kimi güya Ukraynadan gəlib Azərbaycan üzərindən keçib gedir Türkiyəyə. Bunu o cür satmaq istəyirlər. Mən o vaxt dövlət katibi olan Əli Kərimliyə müraciət elədim və o da sən demə həmin Nazir Əli Kərimlinin belə deyək, mənim də üzvü olduğum o yurdun üzvü idi. Onu məsuliyyətdən qurtarmaq üçün çox təəssüf ki, bunu mən sonralar bildim. Dedi, sən gəl mənim köməkçim ol və mən sənə sonradan təqdimat verərəm prezidentə, Respublika prokurorluğunda daha yüksək vəzifə tutarsan və beləliklə o iş məndən alındı. Sonra həmin Nazir də məsuliyyətdən kənarda qaldı. Bunu mən bir misal kimi ona görə söyləyirəm ki, yəni rüşvətxorluq bugün korrupsiya, baxın, ən dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur. Nə qədər Amerika Birləşmiş Ştatları ilə bu yaxınlarda İsveçrə arasında o qalma-qalı bilirsiniz ki, Amerika sahibkarları, Amerika vətəndaşları öz vergidən yaymaq üçün vəsaitlərini İsveçrədə gizlədirlər və İsveçrə başları buna görə Amerika böyük miqdarda cərimələr ödəməli oldu. Yaxud Almaniya ilə Lüksemburq arasında olan konfliktləri ki, Almaniya vətəndaşları öz vəsaitlərini Lüksemburqa çıxardır. Biz nəyi təklif edirik? Biz təklif edirik ki, yalnız islahatlar yolu ilə, ölkədə siyasi mədəniyyəti yüksəltməklə, ölkədə qanunun aliliyini təmin eləməklə rüşvətxorluğa qarşı mübarizə aparmaq olar. Ölkədə insanların maddi rifahını yaxşılaşdırmaqla rüşvətxorluğa və korrupsiya qarşı mübarizə aparmaq mümkündür. Əks halda bu cür bayağı bəyanatlar verilirsə ki, mən gələcəm rüşvətxorluğun kökünün kəsəcəm, bunların inanılası məsələ deyil. Əslində bu cür çağırışlarla mən sizə əmin edirəm ki, sizlərin səsini alıb, sonradan hakimiyyətə gəlib, dövləti yenidən qurmaq yox, öz rəqiblərindən siyasi düşmən elan elədikləri, nifrət artıq köklədikləri insanlardan qisas almaq barədə düşünürlər. Hələlik saxlayıram çıxışım. Qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənli, buyurun. Ulu millət, sevgili xalq, Azərbaycanı özünə vətən bilən, milli azlıqların, azsaylı xalqların, etnik qrupların nümayəndələri. 2 gün əvvəl Mingəçevirdə, bugün Gəncədə, daha doğrusu dünən Mingəçevirdə, bugün Gəncədə çox təntənəli mitinqlərimiz keçdi və bu mitinqlərdə iştirak edənlərin, görüşlərdə iştirak edənlərin hamısına təşəkkürümü bildirirəm. Sabah isə Sabirabadda görüşümüz olacaq. Saat 1-də Sabirabaddakı stadionda bu görüş olacaq. Kürd aşqınlarından ziyan çəkənlər, layiqli kompensasiya almayanlar, bu rejim tərəfindən əzilənlərin hamısı sabahki mitinqə Sabirabadda dəvət edirəm. Ayın 5-də isə həmişəki kimi İnşaatçılar metrosunun yanında saat 4-də bizim seçkilərlə görüşümüz olacaq. Mən bütün gəncləri, yaşlı vətəndaşlarımızı, ziyalılarımızı, bütövlükdə xalqımızı həmin mitinqə dəvət edirəm, saxlayıram. Qeydə alınmış prezidentliyə namizəd Zahid Oruc, buyurun. Əziz millətim, burada hörmətli Fərəş Quliyev Milli Şuranın adını çəkdi, onun xarici siyasət kursundan bir kiçik element dedi. Ancaq mən elə hesab edirəm ki, nə belə bir normal qurum mövcud deyil, nə də onun xarici siyasətindən danışmaq mümkün deyil. Mən istəyərdim ki, ayrı-ayrı fikirləri biraz irəli aparaq, onda onların məntiqini siz daha yaxşı görəsiniz.
Onların təmsilçisi olaraq Cəmil Həsənli burada iştirak eləyir. Məsələn, mən çox istəyərdim biləm ki, bunlar bu hakimiyyətin siyasətini büsbütün tanımırlarsa, onların atəşkəsə münasibəti necədir? Deməli, bunu da tanımırlar. Avtomatik bu o deməkdir ki, siz müharibə tərəfdarısınız. Avtomatik bu həm də o deməkdir ki, siz məhz 93-cü ilə qayıdıb, həmin pərakəndə ordu ilə savaşmalısınız. Çünki Heydər Əliyevin ordusu ilə qurduğu silahlı qüvvələrlə sizin savaşmağa ixtiyarınız yoxdur. Və buna paralel şəkildə siz artıq təkcə Ermənistanla yox, dünya ilə üzə qalacağınızın da fərqində olmalısınız. Düzdür, hazırki hakimiyyət də dəfələrlə hərbi variantı istisna eləməyib. Amma o hansı halda aparılacaq da ayrı bir söhbətin mövzusudur. Sizin neft müqavilələrinə münasibətinizi bilmək istəyərdim. Dəfələrlə bu hakimiyyətin siyasətinin bu məsələdə də səv olduğunu demişsiniz. Neft müqavilələrini ləğv edəcəksiniz. Bu açıq şəkildə Azərbaycanın transmilli korporasiyalarından müharibəsi deməkdir. Avtomatik həmin dövlətlərlə münasibətlərinin çox ciddi kritik duruma daxil olması deməkdir. Paralel şəkildə Qarabağ münaqişəsinin mayasında həm də Xəzər nefti var. Bunu hər kəs bilir. Və siz deməli Azərbaycana daxil olan 10 milyardlarla dolların qarşısının kəsilməsinə getmiş olacaqsınız və bu maaşların, təqaüdlərin kəsilməsi demək olacaq. Ya siz deyin ki, atəşkəsin tərəfindəsiz, neft müqavilələrinin tərəfindəsiz, bu halda onda hakimiyyət nəyi səv edir ki, məntiqə çıxmış olacaq, ya da əleyhinə getmiş olsaz, fəlakət proqramına, fəlakət platformasına söykəndiyiniz görünəcək. Mən çox istəyərdim sizin mülkiyyət münasibətlərindən çox danışırsınız, özəlləşdirməyə münasibətinizi biləm. Dəfələrlə elan edirsiniz ki, bu səhv aparılıb. Bu o deməkdir ki, siz özəlləşdirməni yenidən aparmaq mövqeyini söylüyorsunuz. Və hörmətli Qudrət bəyin dediyi kimi, siz avtomatik, məhz bolşevik üsulu ilə Qolçomaqlara qarşı, Varaşilovcasına, Dzerjinskicəsinə və digər o çekistlər kimi deməli, onların əlindən mülkünün alınması mövqeyinə gedəcəksiniz. Siz bir neçə çıxışda demişsiniz ki, varlıların əlindən alıb hansısa güya kasıblara verəcəksiniz. Bu mövqeylə siz deməli, platforma elan elədiyinizi söylüyorsunuz. Başqa bir fikriniz ondan ibarət olub ki, 1 milyona qədər iş yeri açacaqsınız cəmi deməli 2 il müddətinə. Dünyada çıxarılmış dəqiq rəqəm var. Bir iş yeri 5.000 dollara başa gəlir. Sizin 1 milyon iş yeri açmaq üçün deməli, siz 50 milyard dollar pul xərcləməlisiniz. Onu hardan alacaqsınız? Və ya ölkənin bütün digər zəruri ehtiyacları bir kənara qoyulacaq. Ötən dəfə siz burada şəkər xəstələrinin, şəkərli diabet xəstələrinin səsini qazanmaq üçün bir rəqəm üzərində çox ciddi yanlışlıqlara yol verdiniz. Mən kifayət qədər yumuşaq ifadə edirəm. Dünyada şəkərli diabet əhalinin 100 min nəfərinə düşən hissəsinə görə Çin, Rusiya, Hindistan və xüsusilə də Amerika Birləşmiş Ştatları və Yaponiya öndə gedirlər. Yəqin Yapon hökuməti və Amerikanın deməli iqtidarı öz xalqına keyfiyyətsiz malları verir, məhsulları verir, qida məhsullarını verir. Ona görə mən elə hesab edirəm ki, biz davam edədikcə görəcəksiniz ki, sizin məntiqiniz bir sıra məsələlərdə bu cür avanturaya söykənir. Başqa bir məqam. Əziz xalqım, Xatın faciəsi 1943-cü ildə olduğunu hamı bilir. Uzun illər ilə hesab olunub ki, bu Alman faşistlərinin törətdiyi bir hadisədir. Sonraki dönəm sənədli olaraq açılıb və Cəmil Həsənli bu barədə bilməmiş deyil ki, deməli SSR rəhbərliyi öz xalqına qarşı bu qəddarlığı eləyib ki, Almanlara qarşı nifrət artsın. İndi bu dövr ərzində, bax sizin bu mitinglər keçirdiyiniz günlər ərzindədir. Xalqın hakimiyyət üzərinə qalxmadığını görüb, az qala Alman forması, az qala hansısa bir xüsusi forma geyinməyə hazırsınız ki, bu iqtidara xüsusi bir nifrəti aşılayasınız. Bu alınmır. Niyə? Çünki cəmiyyətdə bir stabillik yaranıb, bir nizam yaranıb və bunu görmək lazımdır. Və mənim anlamımda sizə heç bir təhqir söyləmədim. Xüsusi olaraq alim adlandıran, kəfəndən daha çox danışan o ziyalı bunu deməlidir ki, Azərbaycan cəmiyyətində normal bir stabillik formalaşıb. Bunu qorumaq lazımdır. Saxlayıram vaxt. Qeyd alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov. Buyurun. Hörmətli seçicilər, burada müxtəlif görüşlərə dəvət olundu. Mən o Kürdən əziyyət çəkənlərə sual verirəm ki, onların evlərin su basanda Milli Şura Cəmil Həsənlə bir kərpiç gətirdi, onların divarına qoydu mu? Hansı ölkədə, dünyanın hansı ölkəsində, Amerika kimi ölkədə tsunami qalxır, əgər evin sığortalamayıbsa, hökumət zərrə qədər ona heç bir köməklik etmir. Azərbaycan hökuməti onların ata-babalarının evindən də yaxşı ev tikdi, məktəb tikdi, uşaq bağçası tikdi və avadanlığı ilə onlara təhvil verdi. Nə hansı Milli Şuranın üzvləri gəldi, heç olmasa sizin həyatınızda işləməklə bir sizə dəstəyini nümayiş elətdirdi. İndi onları görüşə çağırır, mitinqlərə dəvət eləyin, gələcəklər. Onlar öz sözlərini sizə orada çox yaxşı formada deyəcəklər. Zaqatalada zəlzələ baş verdi. Bir ilin içərisində bütün 5000-dən yuxarı ev tikildi, məktəb tikildi, dövlətin hesabına ən yüksək şəkildə təqdim olundu o insanlara. Burada Pafosdan, Qarabağdan danışdı, bayrağı taxacaq, yadıma düşdü, ora gedəcək. Necə?
biri bu sualın cavabın hansı yolla, hansı formada, hamının arzusudur. Əgər balaca uşaqdan, 1 yaşından tutmuş uşaqdan 100 yaşında olan insan elə bir Azərbaycan vətəndaşı yoxdur ki, Dağlıq Qarabağın azad olunmasını istəməsin. Amma bunun yolların təqdim elə. Hələlik deyəndə. Prezidentliyə namizəd İlyas İsmayılovun vəkili Mais Gülaliyev, buyurun. Əziz seçicilər, biz İlyas İsmayılovun daxili və xarici siyasəti ilə bağlı 2 məsələyə aydınlıq gətirmək istəyirik. Birinci, NATO ilə bağlı məsələdir. İkinci isə Xəzərin statusu ilə bağlı və Xəzərin hərbiləşməsi ilə bağlı. Birinci məsələ ilə bağlı İlyas İsmayılov əgər prezident seçilərsə, NATO, Azərbaycanın NATOya qoşulması məsələsini qətiyyən inkar edir. Yəni, Azərbaycan neytral bir ölkə kimi, sülhpərvər bir ölkə kimi, öz ərazi bütövlüyünü qorumağa qadir bir ölkə kimi formalaşmalıdır, möhkəmlənməlidir. Yəni, heç bir hərbi bloka qoşulmaq gündəmdə deyil. İkinci məsələ isə Xəzərin hərbiləşməsi ilə deməli aiddir. İlyas İsmayılovun təşviqatı üçün ayrılmış efir vaxtı bitdi. İndi isə prezidentliyə namizəd Hafiz Hacıyev, sıra sizindir, buyurun. Çox təəssüf edirəm ki, Rusiyanın burada çox bir səlahiyyətli, elə deyək ki, prezidentliyə namizəd verdiyi adam burada oturubdur və çox Rusiyanın belə deyək, Azərbaycanda ordu yeritməsini arzu edirlər. Bunu mən başa düşmədim. Nə dərəcədə başa düşürlər, özləri bilirlər. İkinci, mən, əziz xalqım, dediklərimdə əsas var, həqiqət var. Bəzən deyirlər ki, kimsə şantaj edir. Bugün Hayqan Cəmanət qəzetində belə bir yazı gedir. Ermənistanda çıxan. Bizimkilər gəlir. Görün, bunların Hayqan Cəmanət qəzetinin çox, mən Həsənlidən xahiş edirəm, onların o saytlarda bizə söylənlərinə desin, keçsinlər erməni saytlarından onu götürsünlər. İndi orada da sizin gəlməyiniz hansı yolla gəlirsiniz? Siz götürürsünüz, dünən Şəkidə dövləti çevirməkdən, devirməkdən ötəri müraciət edirsiniz. Yarısınız ki, and olsun şərəfimə ki, bu milləti azadlığa qovuşdurana qədər, axıra qədər nətər mübarizə aparasınız? Gəlib bizi qıraşdınız. Bu, sizə nəsib olan iş deyil. Ona görə ki, sizin bölünüzdəki liderlər, dediyiniz dırnaq arası liderlər, budur, donuz altı təmizləyir. Bunu verəsən Kərimov Əli, edilən ki, Hafiz Hacıyev nə deyirsə, faktla deyir. O, keçən səfər o geylərin, qalıboyların sənətini verdim, götürmədiniz. Mən xahiş edirəm, bunu siz ona çatdırın, məndən ona padarka olsun, saxlayar, öz arxivinə qoyar. Ona görə də mən Respublikanın baş prokuroruna xahiş edirəm. Mən dediyim o Bəyək Qriqoryan məsələsi, bizim hakimiyyət dövrümüzdə bunlar maşınları satıb o Fransada aldığı məsələlərə qədər Tofiq Qasımov uzaqda deyil, bizim keçmiş xaricilər naziri. Xahiş edirəm Türkiyədən onu gətirin, orada da izahat görə bilər. Dindirin, görün neçə milyardları xarə qoyublar. Ona görə də bu insanların bu işlərdən danışması, korrupsiyadan danışması absurddur məsələdir. Mən nazir idim. Bizi Kərimov Əli anlatdı ki, nə var, hamısını verin, mən yığım. Biz hakimiyyətdən gedəndən sonra bir yerdə böləcəyik. Mən də bir killik türməyə düşdük. Onlarla Kərimov Əlinin arzusundan. Çıxanda Əhməd Yelçi bəy dedi ki, o necə oldu, o sənə kağızlar. Dedim, Kərimov Əli dedi ki, yığıb verin mənə, sonra çıxanda. Siz inandırın, bir qəpinə Əhməd Yelçi bəy verdi, nə deməcək. Apardı hamısını Londonda, Samaranın o ermən anasının hamısının hesabına keçirdi. Bu sözdə evinizə heç olmasa tutanı bu xalq içə çıxmayın. Ona görə də bu cəmaat sizə nifrət edir. Gedirsiniz 20 nəfərdən görüşürsünüz. Nə? Bax, burada sağ sual. 20 nəfər gəlib. O 20 nəfər də buradan avtobusdan aparır. Hansı o yüzlərlə adam gəlir. Bugün mənim orada Gəncədə təşkilatın sədri sizə sual verir ki, Kərimov Əli, sən qalıboysan ya qalıboysan? Niyə cavab vermişdin? Saxlayıram. Prezidentliyə namizəd Fərəc Quliyev, buyurun. Dəyərli həmvətənlərim, mən xarici siyasətdən bağlı fikirlərimi davam etmək istəyirəm. Mən İndi İlyas müəllim də nümayəndəsinin çıxışından çox təəssüf elədim. Mən hesab eləmirdim ki, İlyas müəllim də bu cür düşünürlər Azərbaycan xarici siyasətdən bağlı. Hakimiyyət bir qrup üçün məqsəd, bir qrup üçün vasitədir. Bizim üçün hakimiyyət vasitədir ki, məqsədlərimizə çataq. Əgər hakimiyyəti məqsəd götürüb Azərbaycanın milli maraqlarını qonşu xarici dövlətlərə satılırlarsa, bu cür hakimiyyətə gəlməzlər. Azərbaycanın xarici siyasətində Azərbaycanın dostları və düşmənləri açıq şəkildə bilinməlidir. Azərbaycan əvvəla NATO-nun asosiyativ üzvüdür və onun inkişafını biz gəlsək daha da təmin edəcəyik ki, daha dərin inteqrasiya olsun. Mən keçən həftə çıxışımda bildirmişdim, onların bəzi trendləri vardı, bəzi transformasiya siyasətləri var ki, Azərbaycana tətbiq eləməlidirlər mütləq. Üçüncü, İrandan və Rusiyadan ehtiyatlanan və yaxud da onların burada şəbəkəsindən qidalanıb hakimiyyət gəlməyə görə İrana və Rusiya meydan, daha xoş mənada, daha çox xoş görmək üçün o meydanda ən müxtəlif ifadələr işlədir, ən müxtəlif siyasət həyata keçirilən deyirlər. Amma mən açıq şəkildə bildirirəm ki, biz hakimiyyətə gələriksə Amerika Birləşmiş Ştatlarla, İsraillə çox açıq şəkildə bütün məsələlərlə bağlı bir müttəfiqlik siyasəti quracağıq. Təbii ki, bizim Türkiyə ilə münasibətlərimiz daha dərin inteqrasiya olunmuş şəkildə olacaqdır və Avropada Avropa dəyərlərinə əsas götürən
bu təsisatlarla da biz münasibətlər quracağıq. Azərbaycan üçün bütün bu dövr ərzində dost mövqeyini açmış, göstərmiş dövlətlərə hansısa qonşu dövlətlərin mənafe baxımından, onlar istəkləri baxımından fərqli şəkildə düşmən bir siyasəti yürütmək və yaxud onları düşmən kimi cəmiyyətə təqdim eləmək çox yanlış bir şeydir. Azərbaycanın dostları vardır. Azərbaycanda bir siyasət yürüdülməli ki, bizim düşmənlərimizin düşmənləri olanlar bizim dostlarımızdır. Biz İranın da simasını görmüşük bu məsələlərdə, Qarabağ məsələsində Rusiyanın da simasını görmüşük. İndi bu seçki məsələsində bəzilərinin 5-10 nəfər elektorat adından kiməsə dəstək verməsinə görə bu dövlətləri şişirtmək və Azərbaycan dostu kimi göstərmək və qərb dövlətlərini bizi düşmən eləməyə dəyməz. Bizim xarici siyasətimizdə bayaq dediyim kurs əsas kurs olacaqdır. Mən bu kursa səs verməyə, bizə səsləməyə çağırmışsınız. Fərəc Quliyev, sizin təşkilatın üçün ayrılmış efir vaxtı bitti. Sırada prezidentliyin namizəd Sərdar Məmmədov. Buyurun. Hörmətli seçicilər, sosial siyasətin başlıca hədəfi kasıbçılıq, işsizlik və mənzilsizlikdir. Ola bilsin ki, bizim seçicilərimiz içərisində mənzili olan, işi olan, müəyyən qədər yaxşı həyat şəraiti olan vətəndaşlar, seçicilərimiz belə düşünə bilər ki, bu problemlərin bizə aidiyyatı yoxdur. Amma çox təəssüf ki, yoxsulluq, işsizlik və evsizlik ilk növbədə ölkənin varlı təbəqəsinin, evi olanların və işi olanların çox ciddi problemlərinə çevrilir. Konkret olaraq mən 3 məsələdən danışmaq istəyirəm. Azərbaycanda cinayətkarlığın inkişafı. Beynəlxalq hesabatlarda Azərbaycan ağır cinayətlərə görə dünyada 3-cü yerdə. Təsəvvür edin ki, bəzi ölkələrdə vətəndaş müharibəsi gedir, bəzi ölkələrdə tutaq ki, Cənubi Amerika Respublikalarında narkobaranlar orada hakimiyyətlə əli silahlı mübarizə aparır. Bu ölkələrlə də müqayisədə Azərbaycan ağır cinayətlərə görə 3-cü yerdədir. Azərbaycan Mərkəzi Statistika İdarəsinin verdiyi rəsmi məlumata görə son 10 ildə Azərbaycanda cinayətkarlıq 2 dəfə artıb, o cümlədən qadınlar arasında cinayətkarlıq 2 dəfə artıb. Ev oğurluğu 2 dəfə, soyğunçuluq 2 dəfə artıb və ən dəhşətlisi budur ki, Azərbaycanda baş verən cinayətlərin 41%-i 15 yaşından 29 yaşına qədər olan gənclərin arasında payına düşür ki, bu da Azərbaycanın necə bir təhlükəli gələcəyi olduğunu göstərir. Və bu cinayətkarların əgər sosial tərkibinə baxsa, bunların böyük əksəriyyəti işsizdir, yoxsuldur, evsizdilər və bunların qurbanları da evi olan, mənzili olan, təminatı olan, işi olan insanlardır. İkinci məsələ sağlamlıq problemidir. Azərbaycanda ümumiyyətlə vətəndaşlarımızın sağlamlığına çox ciddi problem var. Küçəyə çıxın, hər 2 gəncdən bir də hipotrafiyadır. Azərbaycan ordusuna gedən əskərlərin böyük əksəriyyəti qidasızlıqda, yəni zəif qidalanmaya görə əskəri xidmətdən azad edilirlər. Bugün Azərbaycanda şəkər xəstəliyi, bu da Azərbaycan Mərkəzi Statistika Komitəsinin rəsmi məlumatıdır. Son 10 ildə şəkər xəstəliyi Azərbaycanda 5 dəfə artıbdır. Hansı ki, bu həm sosial psixoloji məsələ ilə, həm də qidalanma ilə bağlıdır. Narkomaniya son illərdə artan xəttlə inkişaf edir. Spid xəstəliyi 18 yaşına qədər, əgər 10 il bundan qabaq Azərbaycanda bir dənə də olsun xəstə yoxdursa, bugün 233 nəfər 18 yaşına çatmış uşaqda spid xəstəliyi aşkar edilib. Ümumilikdə isə 1114 nəfər axırıncı ildə spid xəstəliyi aşkar edilibdir. Eyni zamanda vərəm xəstəliyinin artım tendensiyası. Azərbaycanda son 10 ildə 30 min ruhu xəstə artıbdır. Yəni, ruhu xəstələnmənin sayı bu Azərbaycan rəsmi Mərkəzi Statistika Komitəsinin verdiyi məlumatdır. Raq xəstəliyi 2 dəfə artıbdır. Digər tərəfdən isə əhali artımı azalmaqdadır, boşanmaların sayı artmaqdadır, ailə dünyaya, yəni əhalinin təkrar istehsalı aşağı düşməkdədir. Bütün bu problemlər Azərbaycan cəmiyyətini çox ciddi şəkildə təhdid edən ağır sosial-iqtisadi bir vəziyyətin olmasının əlamətidir. Biz mütləq təcili şəkildə bu yoxsulluğa qarşı, işsizliyə qarşı, mənzilsizliyə qarşı mübarizə aparmalıyıq. Yoxsulların hamısı vergilərdən azad olunmalıdır. Yoxsullara ərzaq talonları şəklində subsidiyalar verilməlidir. Yoxsullara ucuz mənzillər verilməlidir. İşsizlər, işləyənlər qədər demək, dövlət müavinətləri almalıdırlar. Eyni zamanda Azərbaycanda bu problemlərin həlində özəl sektor, imkanı olan vətəndaşlarımız, mənzili olan vətəndaşlarımız. Məsələn, baxın görün nə qədər ədalətsiz var ki, neft şirkətinin adını çəkmək istəmirəm, vitse-prezidentlərinin birinin 200-ə yaxın mənzili var, bir idarə düzəldib həmin mənzillərin kirayəsindən gələn gəlirləri yığmaqla məşğuldur. Halbuki Azərbaycanda yüzlərlə ailə var ki, evsiz eşsizdir. Bu problemlərə, bu ədalətsizliyə son qoyulmasını istəyirsinizsə... Sərdar Məmmədov, sizin təşviqatınız üçün ayrılmış efir vaxtı bitti. Prezidentliyə namizəd Araz Əlizadə, buyurun. Deməli, antimilli şurikların
namizədi deyir ki, ailə 10 bankdan 8-inin sahibidir. Bu insanlar danışanda heç düşünmürlər. Bir şey anlamırlar ki, bankı parçalamazlar, təmərkəzləşdirərlər. Bir bank olmalıdır, güclü olmalıdır. Onu 8 dənə bank saxlamağın heç bir nə məntiqi, nə ağlı bir əsası yoxdur. Yəni bunlar düşünmədən danışırlar. Mənim vəkilim Aytac Ələskərova radyo debatda başa saldı ki, bankların kreditləri necə olur? Bəli, dövlətlərə depozit qoyanda, dövlətlərə borc verində və s. onların elmi əsasda 1%-dən 3%-dən olur. İstehlak kreditləri isə dünyada 16%-dən 30%-dək olur. Bunlarsa deyirlər ki, böyük faizlər də aşağı faizlərlə vermək necə versin? Onları bir başa düşün, dərk eləyin. Bu həmən adamlardır ki, iqtisadiyyatdan başları çıxmır, gəlirlər bu dövləti idarə eləmək istəyirlər. Bəli, Lenin demişdi ki, hər aşpaz qadın dövləti idarə etməyə öyrənməlidir. Bunlarsa aşpaz qadınlardır, gəlirlər dövləti idarə etmək üçün. Burada saxlayıram. Prezidentliyə namizəd Qudrət Həsənquluyev, buyurun. Əziz həmvətənlər, yəqin ki, bu beynəlxalq məsələləri izləyənlər bilirlər ki, 2-ci Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarının nüfuz dairəsinə keçən İtaliyada, Almaniyada, Yaponiyada Amerika Birləşmiş Ştatları qısa bir müddətdə demokratik cəmiyyət quruculuğuna nail oldu. Amma trilyonlarla vəsait xərclədi, işğal elədi İraqı, Əfqanistanı, amma orada demokratik cəmiyyət qurmaq mümkün deyil. Ona görə ki, xalqın inkişaf səviyyəsi buna imkan vermir. Xalqda demokratik, belə deyək, dünya görüş, demokratik vərdişlər yoxdur. Ona görə də biz nə vəd edirik? Biz olub keçənlərin üstündən xətt çəkmək yox. Biz hesab edirik ki, indikindən daha yaxşı övladlarımız üçün cəmiyyət qura bilərik. Bunun üçün də islahatlar yolu ilə, xalqı o islahatlara hazırlamaqla, o dəyişikliyə hazırlamaqla ölkəmizi dəyişə bilər. Qudrət Həsənquluyev, sizin təşviqatınız üçün ayrılmış efir vaxtı bitdi. Prezidentliyə namizəd Cəmil Həsənli, buyurun. Əziz millətim, bu deməklər zamanı artıq neçənci dəfədir ki, siz ekrandan təhqir olunursunuz. Milyonlarla Azərbaycan ailəsi bu ekranların qabağındadır. Bunların içərisində qadınlar da var, qızlar da var, bizim bacılarımız da var, gəlinlər də var. Və siz hər dəfə bu sözləri, bəlkə də mənasını bilmədiyiniz bu sözləri eşitməklə təhqir olunursunuz. Təəssüf eləyirəm ki, aparıcı da Azərbaycan xalqın təhqir elədiyinə görə bu adamın sözünü kəsmir. Mən qəti şəkildə deyirəm. Bu mənəviyyatsızlığı, bu ləyaqətsizliyi, bu əxlaqsızlığı Azərbaycan siyasətinə gətirən İlham Əliyevdir. Və bilavasitə burada xırda istisnalarla bunlar namizəd deyirlər. Bunlar hamısı İlham Əliyevin vəkilləridir. Heç vaxt Azərbaycan xalqı belə bir adama 40 min imza verməz ki, o gəlib onun prezidentliyə namizədliyi olsun. Burada oturan millət vəkillərinin böyük əksəriyyəti başqalarının mandatı ilə məclisdə otururlar. Və onlar sizin hüquqlarınızı heç vaxt müdafiə eləyə bilməzlər. Mən təəssüf eləyirəm ki, Azərbaycan prezidenti vəkillərinin biri vasitəsilə hər dəfə Azərbaycan xalqını təhqir edir, milyonlarla Azərbaycan ailəsini təhqir edir, milyonlarla Azərbaycanın qızın, gəlinin təhqir edir. Ona görə də İlham Əliyevin bundan sonra bu dövlətə, bu millətə rəhbərlik etməyə mənəvi haqqı yoxdur. Prezidentin borcusudur ki, öz vətəndaşını müdafiə eləsin, öz vətəndaşını təhqir elətdirməsin. Bilirsiniz bu nəyin nəticəsidir, əziz xalqım? Dünyada 2 sülalə dövləti qalıb. Bir, Şimali Koreyada Kim Il-sung'un vərəsələri, bir də Azərbaycanda Əliyevlər sülaləsi və hər ikisi 40 ildən bir qədər çoxdur ki, hakimiyyətdədir. Dünya dəyişib, öz millətinin iradəsini zorlayan diktatorlar hakimiyyətdən getməlidir. O cümlədən İlham Əliyev də getməlidir. Belə təhqirlərə görə onun bu xalqa rəhbərlik etmək haqqı yoxdur. Burada mənə deyirlər Qarabağla bağlı, nə bilim sən neynəmisən? Mən sənin çəkin qədər Qarabağdan Azərbaycan, Rus, İngilis dilində məqalələr, kitablar yazmışam. Bəs siz neynəmisiniz? Qoyun ortalığa. 2020 ildir bu ərazilər işğal olunub. Yap hakimiyyəti olaraq neynəmisiniz? Etdiyiniz oğurluq, talançılıq, bu millətin sərvətlərini daşıyıb buradan xaricə aparmaq, mənə deyirsiniz kağız göstər. Buyurun, hörmətli prezidentimin 2003-cü ilin yanvar ayının 14-də Virgin adalarında öz adına və ailə üzvlərinin adına açılmış hesabdır.
Bankın nömrəsi də var, şirkətin adı da var, pulun məbləği də var. Bəs oğurluq nətər olur? Bundan da açıq oğurluq olar. Yeri gəlmişkən 2003-cü ilin yanvarında İlham Əliyev deputat idi və biznes fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu hesab prezident olduqdan bir müddət sonra da onun hesabında qalıb və sonra transfer edilib ayrı hesablara. Bu millətə nə gün ağlamısınız? Mən deyirsən Yazıçılar İttifaqına ərizə verməliydim. Yeri gəlmişkən mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Və baxın, mədəniyyət işçiləri, müəllimlər, həkimlər nə gündədir? 48 milyardı oğurlayıb, daşıyıb bu ölkədən aparırsınız, həkimə, müəllimə nə verirsiniz? Aktyor 120 manat maaş alır. 120 manata adam həyatda öz rolunu oynaya bilməz. Bu pula aktyor necə başqasının rolunu oynamalıdır? Tez-tez məni Müsavat cəbhə ilə əlaqələndirirsiniz. Məni geniş bir dairə müdafiə eləyir. Məni elə hərəkatı müdafiə eləyir cəbhə və Müsavatdan başqa. Məni real hərəkatı müdafiə eləyir. Liberallar Partiyası, Azərbaycan ziyalıları və Açıq Cəmiyyət eyni zamanda Yeni Azərbaycan Partiyasının çox saylı sıravi üzvləri müdafiə eləyir. Mənə imza verənlərin içərisində 1500 Yeni Azərbaycan Partiyasının üzvü var idi. Və bu milləti bugünə salmışsınız, hələ gəlib danışmağa bir diliniz də var. Hesabat vermək əvəzinə mən neçə dəfə İlham Əliyevi bura debata çağırmışam. Niyə gəlmir? Bax, 2 dəfə ərizə vermişəm ki, deklarasiyanı açıqlasın. Hər bir namizəd qeydiyyata alındıqdan 24 saat sonra Mərkəzi Seçki Komissiyası deklarasiyanı, gəlirlər və mülkiyyət haqqında deklarasiyanı açıqlamalıdır. Bu qanunun tələbidir. Niyə açıqlamırsınız? Çünki Əliyev ailəsi bu ölkədən o qədər sərvət aparıb ki, bunu açıqlamağa utanırsınız. Sağ olun. Prezidentliyə namizəd Cəmil Həsənli bildirdi ki, aparıcı təşviqat zamanı namizədin fikrini saxlamır. Belə məqamlar sizinlə çıxışında dəfələrlə olub. Amma biz sizinlə çıxışını saxlamamışıq və tamaşaçıların nəzərinə çatdırıram ki, 6 dəqiqəlik təşviqat Mərkəzi Seçki Komissiyası tərəfindən hər bir namizədə ayrılıb və həmin vaxtdan namizədlər öz təşviqatlarını, öz platformalarını açıqlamaq üçün istifadə edirlər. Buna görə də aparıcının heç bir namizədin çıxışını dayandırmaq, kəsmək səlahiyyəti yoxdur. Və prezidentliyə namizəd Zahid Oruç, sıra sizindir, buyurun. Əziz xalqım, mən səmimiyyətlə sizi inandırıram. Əgər İlham Əliyev bu salona daxil olsa, onun qarşısına birinci yetirən və həminki kimi təzim eləyən və burada özümlə götürdüyüm sadəcə zamanım olmadığı göstərə bilmədiyim şəkildəki kimi təzim eləyən Cəmil Həsənli olacaqdır. İlham Əliyev Azərbaycan siyasətinə ləyaqət gətirib, ucalıq gətirib, alicənablıq gətirib, lakin eyni zamanda sadəlik və səmimiyyət gətirib. Və Heydər Əliyevin bütün həyatı Azərbaycan xalqına şərəfli xidmətdir. Və Cəmil Həsənlinin bütün həyatı Əliyevlər hakimiyyətinin Azərbaycanda quruculuğuna verdiyi tövbədən trilyonda biri deyil. Ona görə də Azərbaycan xalqının gələcəyinə erməni silahlarıyla vuruşan adamlar varsa, bilin ki, onlar da erməniyə son dərəcə yaxındılar, son dərəcə bağlıdırlar. Baxın, bugün həmin o dediyim materialların böyük əksəriyyəti Leyla Yunusun qanca erməni bu sübut olunur və Azərbaycan azad ölkədə yaşayır. Mənəviyyat ermənisi Xədicə İsmailin və digərlərinin əli ilə vurulur. Həmin Virginia materialları və s. odur. Əziz xalqım, Liviyanın üzərində bu cür bəyanatlar verilirdi. Liviyada bugün həyat 5 sentə olan benzin 5 dollaradır. Və bu cür nəğmələri oxuyanlar sonra deməli həmin xalqların qabağında dayanmırlar. Gələcəyin, taleyin oğruları dünyada ən böyük oğrulardır. O mənada bilin ki, onlar oğrulardır. Onlara yox. Prezidentliyə namizəd Zahid Oruç sizin təşkilatın üçün ayrım şefir vaxtı bitdi. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov. Buyurun. Hörmətli seçicilər, siz burada şərəfsizliyin, ləyaqətsizliyin, əxlaqsızlığın simvolunu gördünüz, Cəmil Həsənli. Ona 2 sual verildi ki, bu məsələlərə münasibəti o bildir ki, elm adamları haqqında nə düşünürsən, Qarabağ haqqında nə düşünürsən. Bunun əvəzinə bu burada bir qaraçılıq eləyib, çıxıb yoluna davam elətdirdi. Çünki bunun yolu qaraçılıq yoludur. Bu yolla bunlar vaxtilə hakimiyyətə gəliblər. İndi də bu qaraçılıq yolunu davam elətdirməyə çalışırlar. Bu qaraçılığından siz Heydər Əliyevin ayağına yıxılıb, xahiş elədiniz ki, gəlib Suriyyətin dar ağacından sizi xilas eləsin. Ümmilli lider gəldi, dar ağacından xilas elədi, hər ağız bir ot dayasının altına qaçıb gizlənmişdir.
Bu ölkəyə demokratiyanı Heydər Əliyev gətirdi. Bu ölkəyə şərəf və ləyaqəti Heydər Əliyev gətirdi. Bu ölkəyə mənəviyyatı Heydər Əliyev gətirdi. Arxada bir-bir uzun arxasınca material ötürdən nazirlər, Ali Sovetin sədri ilə prezident, baş nazir bir-birini qırırdı. Kabinetində Daxili İşlər Naziri prezidentin döyürdü. Həminki bir ləyaqətsiz bir dövlət qurmuşdunuz. O dövlətin içərisində siz yaşayırdınız. Bu dövlətə ləyaqəti İlham Əliyev gətirdi. Bugün ən kiçiyindən tutmuş böyüyünə qədər hamı ilə səmimi görüşür, ünsiyyət saxlayır. Hər bir regiona çıxanda insanların içərisində anlı açıq uzaq gedir. Çünki hər bir insan üçün iş görüb. Bu gözəl dövlət qurub. Siz nə etmisiniz? Ancaq dağıtmısınız, demagogiya ilə məşğul olmusunuz və danışdığınız söhbətlər də bazar söhbətləri olub. Erməni mənbələrinə əsaslanan, çünki ermənilərlə qohumluq əlaqələrimiz var və onların verdiyi materiallar əsasındadır. Bugün Azərbaycanın iqtisadi inkişafının gözü götürməyənlərin ötürdüyü informasiyalar əsasındadır. Bugün Londonda gedib kimlərlə görüşüb, ondan sonra necə qızışdırılıb bura göndərilən cəmiləsənlər. Bu məlumatlar da bizdə var ki, sən hansı qüvvələrin artıq əl altısında çevrilmişsən və Azərbaycanda prezident seçkilərində bilirsən ki, seçilməyəcəksən. Ara qatışdırmaq birinci növbədə sənin planına daxil olan məsələdir. Çünki artıq bunlara bəllidir ki, seçicilərin 1% də bunlara səs vermir. Bu regionlarda keçirilən görüşlərdə bunlara olan xalqın münasibətindən irəli gəlir. Bax, budur ləyaqətsizlik ki, olan platformanı kənara qoyub, ləyaqətsiz fikirlər söyləmək, şərəfsiz fikirlər söyləmək. Nə kitab yazmışsan, kitab yazmışsan. Stalin deməli Bağırova məktub yazdı, Bağırov Stalinə yox. Bu statistikadır da, sənin elmin olmayıb, sən alim olmamısan, sən qaraçı olmuşsan və küçə adam olmuşsan. Həmin küçədə də cəmiləsən də, sən seçkidən sonra qalacaqsan. Ona görə də əziz xalqım, mən sizi haqqa, ədalətə, quruculu, yaradıcı, inkişaf, güclü dövlət və onun lideri İlham Əliyevə səs verməyə çağırırım. Sizin üçün ayrım şefir vaxtı bitdi. Prezidentlər namizədi Hafiz Hacıyev cəmi 12 saniyə vaxtınızda. Əxlaqsız cəmiləsən, sən özünsən, əxlaqsız sənin ailəndir, ona görə ki, Erməniyə gedib qızım, bu bir. İkinci, əxlaqsız adamın erməni qəzetlərindən buradan stat gətirməsi ən böyük əxlaqsızdır. Əxlaqsız adamın Hafiz Hacıyev sizin təşviqat üçün ayrım şefir vaxtı bitdi. Prezidentlər namizədi Araz Əlizadə, buyurun. Əziz bacılar və qardaşlar, bu seçkiyə gedəndə mən sizə daim platformamdan danışmaq istəyirdim. Üç verilişdə ancaq platformadan danışdım. Lakin sonra mənə qarşı qara PR başladı. Nə üçün? Ona görə ki, onlar gördülər ki, mənim sizin aranızda hörmətim artır, mən sizin adamınızam və sizin üçün siyasətə gəlmişəm və sizin üçün də mübarizə aparıram. Analar üçün, müəllimlər üçün, hərbiçilər üçün. YouTube'da məni pis söyüşlərlə söyürlər. Amma Facebook'a mənə Romul, İmperator Elşan adlı bir adam, heç tanımıram, məktub yazdı və dedi ki, Araz bəy, siz onların söyüşlərinə fikir verməyin. Çünki bu söyüşləyənlər acizlikdən söyürlər. Onların gücü heç nəyə çatmır, ona görə söyürlər. Özü təmkinli aparır. Mən çalışıram təmkinli aparmağa. Amma bu həyasızlarla ayrı cür, amma rəftar da eləmək olmur. Bunlar gəldilər, qoydular, qaçdılar. Gəldilər, qoydular, qaçdılar. Bu indidən deyir ki, 2 ildən sonra cıracam. Abalam, deyirsən ki, Virgin adalarından bu da sənəd bank hesabı. Heç qanırsan ki, heç bir bank bu hesabları açıqlamaz, məhkəmənin qərarı olmadan. Həmin bank o saat müflis olar. Əzizlərim, analar, müəllimlər, hərbiçilər, 9 oktyabrda gəlin, mənə səs verin. Səs verin ki, sizin qulluğunuzda dura bilim. Səs verin ki, seçilim və siz də ayrılarından seçiləsiniz. Çox sağ olun. Araz Əlizadə, sizin də təşviqatın üçün ayrılmış efir vaxtı bitdi və beləliklə hörmətli tamaşaçılar, prezidentliyə qeydə alınmış namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtında dəyirmi masanın növbəti buraxılışı yekunlaşır. Şənbə gün növbəti dəyirmi masada görüşənədək salamat qalın.